Mən gözümü açandan görmüşəm ki, anam işləyir. Söhbət evdə işləməkdən getmir. Bərabər şəkildə atamla yanaşı işlədiyini görmüşəm. Və mənə elə gəlir ki, insanlar ümumiyyətlə işləməyi, əmək verməyi, əziyyət çəkməyi daha çox anadan öyrənirlər. Ananın əziyyətini yüngülləşdirmək üçün onlar daha çox işləmək istəyirlər. Və bir cəmiyyət o zaman mükəmməl bir cəmiyyətdir ki, orada qadınlar işləyirlər, təhsil alırlar, karyera qururlar və əlbəttə ki, uşaq dünyaya gətirirlər. Kişilərin də borcu və işi, öhdəliyi, insanlığın öhdəliyi ondan ibarətdir ki, onlar özlərindən sonra bir nəsil qoysunlar, nəsil yaratdırsınlar və burada da qadınlarla kişilər bərabər hüquqa malikdirlər. Əgər bu bərabər hüquq hər iki tərəfdən mükəmməl şəkildə ifadə olunarsa, həm qadınlar, həm kişilər tərəfindən, onda cəmiyyət özü də mükəmməl olar. Hansı cəmiyyətdə ki, qadınların rolu daha azdır, o cəmiyyət mükəmməl cəmiyyət deyil. Hansı cəmiyyətdə ki, kişilər daha çox dominant rola sahibdirlər, orada mükəmməl inkişaf ola bilməz, mümkün deyil. Əgər biz cəmiyyətimizi inkişaf etmiş və güclü bir cəmiyyət görmək istəyiriksə, orada mütləq şəkildə qadınlar öndə olmalıdırlar.